Salam, hər vaxtınız xeyir olsun dəyərli abituriyentlər, müəllimlər. Bu gün sizlərlə bir yerdə 11-ci sinif OTK vəsaitindən sınaq 4-ün izahını görəcəyik, işləyəcəyik. Gəlin baxaq. İlk sualdan başlayaq. Açılırdı, bəzənirdi, tutulmazdı. Qeyd olunmuş nümunələrlə bağlı ortaq xüsusiyyət istəyir. Təhlil edək. Açmaq feilindən açılmaq, ır zaman, d hissəcik. Bəzəməkdən bəzənmək, ir zaman, di hissəcik. Tutmaqdan tutulmaq, m inkar, az ar ərdir. Burada bilirsiniz, ar ərdən öncə mamə inkar gələndə maz formasına düşür. D da nədir? Hissəcik. Hər üçünə aid xüsusiyyət. Həm məlum, həm də məchul növdə düşünülə bilər. Məsələn, açılırdı feilini məlumda düşünə bilərsiniz? Xeyr. Üçü də təsdiqdir. Tutulmazdı da mamə inkar var, olmaz. Hər üçü eyni zamandadır, səhvdir. Bəzənirdi, açılırdı. Ir indiki zaman olsa da tutulmazdı, ar ər var, yəni qeyri-qəti gələcək. Sadə feillərdir, səhvdir. Hər biri düzəltmədir, çünki leksik şəkilçisi var. Həm məchul, həm də qayıdış növdə düşünülə bilər. Baxıram, burada açılırdı nümunəsindən. Qapı açılırdı desəm, kimsə tərəfindən açılır, olur məchul. Düzdürmü? Bir də deyirsən ki, məsələn, hava açılır. Yəni, getdikcə aydın vəziyyətə gəlir, qayıdış düşünülə bilər. Və ya gül açılır desək, bu da qayıdış olacaq. Otaq bəzənirdi desəm, məchul. Və bir də desəm ki, qız bəzənirdi, qayıdış. Deməli, tutulmazdı nümunəsi. Cinayətkar tutulmazdı, məchul. Hava tutulmazdı. Bu da nə olacaq? Qayıdış. Nümunədəki feillərlə bağlı səhv. Durub göy üzünə daş atan oğlan göy üzü daş saxlamaz. Hamısı sadə feildir, düzdür. Biri xəbər şəklindədir, bəli, saxlamaz. Baxsanız, saxla sözün kökü m, inkar, azda qeyri-qəti gələcək. İkisi təsdiq, bir inkardır, saxlamaz inkardır, durub və daş atan nədir? Təsdiqdir. Təsriflənən feillərdir, deyir. Baxıram, görürəm ki, daş atan və durub təsriflənməyəndir, saxlamaz təsriflənəndir, səhv. Məlum növdə olması düzdür, çünki heç bir növ şəkilçisi yoxdur. Növrələnmiş hansı sözlər zərfdir? Mən uşaq olanda feili bağlama. Səhərlər nə vaxtlar? Bura yer zərfi. Şəhərə isim. Gedən dostlarım xeyli gəzmişdilər, kəmiyyət zərfi. Səndən sonra qoşma, mən də məktəbə getdim. 2, 3, 5. İcbar növdə olan feilin işləndiyi nümunə. İcbar növün şəkilçisi dırdır, durdur və t şəkilçisidir. Nəzərinizə çatdırım ki, icbar növdə ikinci, üçüncü subyektə ehtiyac var. Sakitcə ayağa qalxıb ocağı söndürdü. Söndürən bir şəxsdir. Yəni, bir adam bu işi görür, özü görür. Və burada heç bir icbar yoxdur, bu məlumdur. Həyətdəki stulları yuxarı qaldırdı. Deməli, burada da fikir versəniz, qaldır sözün köküdür, çünki qaldan qaldırmaq olmur. Taxılları ambara daşıtdı. Daşı sözün kökü t leksik. Kiməsə daşıtdırıb. Deməli, məsələn, fəhlələr ola bilər, başqa insanlar ola bilər. Ona görə də bu elə icbardır. Ay bala, işığı yandır. Burada yandır deyirsə, sən yandır. Yəni, bir subyekt görür işi. Divardan asılmış, rəsmi qopartdı. Deməli, qopmaq sözün kökü, qoparmaq, qopartmaq. Burada da özü eləyir, yenə də məlum növ olacaq. Hansı cümlədə ıb şəkilçisi ilə işlənən söz feili bağlama deyil? Ib, ib, ub, ıb bir zaman şəkilçisi olur, keçmiş zaman, bir də feili bağlamanın şəkilçisi olur. Kamil səhərdən yola çıxıb, nə edib? Fikir verin, nə edib sualına cavab versə, deməli bu təsriflənən feildir. Bək-bək tutub, tutaraq heç kəsə vermək istəmirdi. Araqla əvəzləyirsən feili bağlama olur. Biz də gələnlərə qoşularaq toy evinə getmişdik, feili bağlama. Uşaq qəfildən yıxılaraq ağladı, feili bağlama. Onun narahat olduğunu eşidərək geri qayıtdım, feili bağlama və s. Xəbər şəklində işlənmiş feili müəyyən edin. Məqsədimiz işi vaxtında təhvil vermək idi. Deməli, burada feilimiz təhvil vermək bu məstərdir. Çatar-çatmaz feili bağlama, onunla danışmalıydıq. Danışmalı, malı, məli vacib. Qapı indi açıq idi. Burada ümumiyyətlə uşaqlar nə yoxdur, feil yoxdur, açıq sözü sifətdir. İndi sözü zərfdir, qapı isim. Belə məsələləri gizli saxlamazlar. Saxla sözün kökü m, inkar, az nədir, ar, ər, qeyri-qəti gələcək, lar, dərdə, sonluq. Göründüyü kimi,
Kəmiyyət daha doğrusu. Göründüyü kimi burada ar-ər şəkilçisi var və bu qeyri-qəti gələcəkdir, cavabdır. Kaş tədbirə bizi də çağıralar. Göründüyü kimi uşaqlar, burada da çağır sözün kökü, çağıra görürsüz nədir? Təbii ki, arzu şəkli. Hansı nümunədə kursivlə yazılmış ifadə həm subyekt, həm də obyekt məzmunu bildirmir, yəni qayıdış növdə deyil demək istəyir. Düşməni səngərdə görən mübariz oraya atıldı. Atıldı mübariz. Mübariz həm obyekti, həm subyekti. Çünki işi öz üzərində gördüyündən obyekti, işi özü gördüyündən subyekti. Gəlin bəzəndi, olar yenə də qayıdış. Kənd evinin pəncərələri açıldı. Baxın, açılan pəncərədir. Pəncərə öz-özünə açılmır ki, kimsə tərəfindən ya da nəsə tərəfindən. Məsələn, külək olar, adam olar. Yəni, müxtəlif vasitələr. Burada məhsul. Uzaqdan əskərlərin başı göründü. Əskərlərin başı görünəndir və beləcə biz onu da qayıdış götürürük. Mərcan nənə nəvəsini orada görməyib dodaqaltı deyindi. Deyinmək də nədir uşaqlar? Yenə də qayıdış növdə olan feildir. Düzəltmə zərf işlənməmiş nümunəni müəyyən edin. Könülsüzcəsinə var tərz hərəkət. Hərdən, yayda kəndimizdə hava çox isti olur. Nə zaman? Yayda zaman zərfi. Yenə də dayanmadan danışırdı. Burada yenə var və bu sadədir. Dayanmadan feili bağlama danışmaqda təsriflənən. Biz bu nailiyyəti birlikdə əldə etmişik. Birlik də burada da var. Qaraldın sözündə vurğu 3-cü hecəyə düşərsə, aşağıdakılardan hansı doğru olar? Əvvəla bu söz iki cür təhlil olunur. Qaralmaq, qaraltmaq, qaraldın. Belə deyəndə siz qaraldın olur və belə olanda vurğu ortaya düşür. Çünki ikinci şəxsin təkində əmr şəkli vurğu qəbul etmir. Amma vurğu əgər sona düşübsə, deməli bunun tək şərti var ki, D şühudi keçmiş N şəxs sonluğudur. Xəbər şəklində olur, bəli, əmr olunur. Tərkibində 2 leksik yox, 1 leksik olur. Sifətdən düzələn feil olur, bəli, qara sifətindən qaralmaq feili. Tərkibində şəxs sonluğu olmaz deyirsə səhvdir, orada N şəxs sonluğudur. 1, 4. Fərqləndirilmiş ifadələr əsasında cədvəldəki uyğunluq, gec gələn qonaq öz kisəsindən yeyər. Yeyər nədir? Gələcək zamanda qeyri-qəti gələcəkdə olan təsriflənən feildir. Gələn də təsriflənməyən feildir və feili sifət. Şəxsə kəmiyyətə görə dəyişməyən əlbəttə nədir? Təsriflənməyən feilimiz düz. Qayıdış növdə deyirsə bu səhvdir. Qayıdışın şəkilçisi var, heç orada yox. Bu məlum növdədir. Xəbər şəklində bunu yanlışın altından yazıb düzdür. Təsriflənməyən feil hər hansı bir şəkildə ola bilməz. Digər nümunəmizə əmr yazıb. Əmr deyil, xəbər şəklindədir. Çünki zaman şəkilçisi qəbul edib. Sadə feildir, şəxs sonluğu ilə işlənib. Şəxs sonluğu orada yoxdur. Ar-ər zaman şəkilçisidir. Bu da səhvdir. Düzün altından düz, səhvin altından səhvi seçəndə 1, 4, 5 doğru cavab E variantı olur. Gəlin indi Ovçu Qasım mətnini oxuyaq və müzakirə edək. Qış gecələrində bikar adamlar Ovçu Qasımın başına yığışıb onu danışdırardılar. O da uzun-uzadı ovçuluğundan, hünərindən, 4 ayını bir gündə ovlamasından, gecə vaxtı darı zəmisində qırğı ilə bildirçi ovlamağından, tüfəngsiz gedərkən yolda 100 tülkü gördüyündən danışardı. Bir qış gecəsi idi. Qasım kənddə isti kömür sobasının kənarında bizimlə söhbət edirdi. Qışın belə günləri ayı ovu üçün çox yaxşı olur. Mən 2 il bundan əvvəl bir gündə 4 ayını Hacısamlı meşəsində ovlamışam. Qasım, ayının 4-ünü də tək özün ovladın. Mən ova tək gedirəm. Həmişə yoldaşım bircə bu Gümüş olur. Gümüş öz adını eşidib mırıldadı. Qasım söhbətinə davam elədi. Qırqovul vurmaq üçün dovşan, tülkü, çaqqal və canavar ovuna getmək üçün belə hava çox yarayır. Həmçinin ördək ovu üçün qış fəslinin əvəzi yoxdur. Ördək dedim, bir şey yadıma düşdü, sizə nağıl edeyim. Bir dəfə sübh çağı tüfəngi götürüb kənddən çıxdım. Kəndin kənarından keçərkən gördüm, Allahverən kişinin bağının çəpərinə 6 ördək qonub. Yoldaşlardan biri Qasımın sözünü kəsdi. Ay Qasım, axı ördəyin çəpərə qonduğunu biz anadan olandan görməmişik. Qasım hirsləndi. Sən öz bazarından dəm vurursan. Ördəyin xasiyyətini biz ovçular bilərik. Hər yerin ördəyində bir xasiyyət olur. Sizin kəndin ördəkləri ola bilsin ki, çəpərə qonmasınlar. Ancaq bu yerin ördəkləri başqadır. Buranın ördəkləri çəpərə də qonarlar, hələ desən ağaclarda yuva da qurarlar. Qasımın pərt olmağını görüb hamımız narazılıq bildirən yoldaşı məzəmmət edib sakitləşdirdik. Qasım başladı.
Ördək haqqında söhbətim alınmadı. Sizə qırqovuldan danışım. Buyur Qasım. Atalarımızın məsəli var. 100 gün yaraq, bir gün gərək. Bir gün Qarabağırlıya getməli oldum. Səhər heç kimə bir söz demədən atı minib yola düşdüm. Nədənsə tüfəngi də götürmədim. Hərçənd ki, mən tüfəngsiz evdən çıxmaram. Gümüş də yanımdaydı. Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qurqovul pırıldayıb qalxdı. Baxdım, tüfəngim çiynimdə yox. Cəld əlimdəki qamçını qırqovulun dalınca atdım. Qamçının halqası keçdi qırqovulun boğazına və quş bu halda uçub getdi. Bu əhvalatdan bir ay keçmiş, yolum yenə həmin kolluqdan düşdü. Bir də gördüm, həmin qırqovul kolların arasında gəzir və mənim qamçım da boğazındadır. İndi bir söz deyəcəm, inanmayacaqsınız, amma vallah bir zərrə yalan yoxdur. Baxdım ki, qırqovulun dalınca 10 ya da 12 balası gedir və hər cücənin boynunda da bir balaca qamçı var. Biz bu hekayətə qəhqəhə ilə ucadan güldük. Gümüş bu dəfə səsimizdən narahat olub bayıra çıxdı. Deməli, sonluğu əgər anlamayan olsa izah edək. Qırqovula, belə deyək də, öz qamçısını atıb və nəhayətində o qırqovulun boynuna dolanıb və bununla da həmin quş uçaraq uzaqlaşıb. Həmin quş balaladıqdan sonra, yəni həmin quşun balaları olduqdan sonra, həmin o qamçının balaca versiyaları həmin o balada da özünü göstərib. Təbii ki, bu mümkünsüz bir şeydir və sonradan quşun üzərinə əlavə olunan hər hansı bir şey onun balalarına sirayət edə bilməz, keçə bilməz. Amma maraqlı bir düşüncə, bir necə deyərlər, təəssürat yaradır. Mətndə tünd qara hərflərlə verilmiş ifadənin yerində işlənə biləcək sözü müəyyən edin. Söhbət bikar sözündən gedir. Bikar sözün yazışına diqqət, çox adam onu bekar yazır. Təbii ki, bu işsiz, gücsüz adamlar mənasındadır. Yəni, işi gücü yoxdur, gəlib oturub söhbətə qoşulur. Subay, yorğun, ehtiyatlı, ailəli, heç biri uyğun deyil. Doğru və yanlış fikirlər. Mətndə sözün informativ və poetik funksiyasından istifadə edilir. Bəli, uşaqlar. Yəni, burada bədii mətndə həqiqi mənalı söz ola bilməz deyə bir şey yoxdur. Məsələn, götür, məsələn, görmək feilini. Görmək feili həqiqidir də, düzdürmü? Və ya boğaz, qamçı, mən, gəzmək, kol. Görürsünüzmü? Vəssalam. Yola düşməyi də desən, o da poetikdir, məsəl üçün. Fikir qəlibə düşmüş standart formalarda verilir. Bu rəsmi işgüzar üsluba aiddir, bu mətnə aid deyil. Mətnin aid olduğu üslubun şifahi forması yoxdur. Mətnimiz bədii üslubdadır. Bədii üslubun şifahi forması var. Məsələn, şifahi xalq ədəbiyyatı. Yanlışdır, fikrin çox mənalılığına yer verilməmişdir, deyir. Yanlışdır. Elə bayaq bir neçə nümunə göstərdik, hətta göstərək məsələn. Bir nümunə daha göstərək, olsun çox mənalı. Məsələn, buradakı xasiyyət sözü fərqli işlənib, ördəyin xasiyyətindən danışır. Bu xüsusiyyətidir güya. Ancaq xasiyyət sözü əsasən insanlar haqqında istifadə olunur. Mürəkkəb cümlə və modallıq bildirən sözlərdən geniş istifadə elmi üslub üçün xarakterikdir. Burada elmi üslub yoxdur, səhvdir. Doğrunun altından doğru, yanlışın altından yanlış. 1, 4, 5 doğru cavab E variantı. Daha sonra mətnə əsasən yanlış fikir müəyyən edin. Qasım ördəkləri necə vurmağından danışmır. Bəli, çünki deyir ki, ördək haqqında söhbətim alınmadı, sizə qırqovuldan danışım. Allah verən kişinin bağı kəndin kənarında yerləşir, düzdür. Burada belə bir epizod var. Deyir ki, kəndin kənarından keçərkən gördüm, Allah verən kişinin bağının çəpərinə 6 ördək qonubdu. Göründüyü kimi, Hacı Cabbar Qasıma etirazını bildirir. Hacı Cabbarın adı bir burada işlənir. Deyir ki, Hacı Cabbarın kolluğundan keçərkən atın ayağının altından bir qırqovul pırıldayıb qalxdı. Yəni, qırqovulun pırıldayıb qalxması epizodunda Hacı Cabbarın adını kolluğun adı ilə eyniləşdirib, yəni Hacı Cabbarın kolluğu. Yəni, Qasıma etirazını bildirən bir yoldaşdır, amma o yoldaşın adı, soyadı bilinmir. Qasımın qırqovul haqqında söhbəti həqiqətə əsaslanır. Əlbəttə, uşaqlar, belə bir şey ola bilərmi ki, ana deyək ki, qırqovulun boynuna nəsə dolansın, o balalara da keçsin. Baxın, hətta mən sizin üçün Ovçu Qasım əsərində bu epizodu canlandırdım. Bu adi qırqovul və onun balalarıdır. Süni intellekt vasitəsilə elədim. Baxın,
Bunun boynunda qamçı var. Bu güya balalarda da var. Özdə balaca mini versiyası. Təbii ki, bu mümkün deyil. Olduqca maraqlı bir, deyək ki, e, səhnə yarandı. Yaxşı ki, hazırladıq. Dediyinə görə Qasım meşədə ov edib. Bəli, burada ayı ovundan danışır və bu Hacı Samlı meşəsində baş tutub. Deyir, 4 ayını Hacı Samlı meşəsində ovlamışam. Üzərində rəqəm yazılmış sözlər əsasında cədvəldəki doğru bəndləri müəyyən edin. Həqiqi və məcazi sözlərdən danışır. Birinci sözümüz başına, Ovçu Qasımın başına yığışıb onu danışdırardılar. Əlbəttə, başına dedikdə ətrafına yığışmaq mənasındadır. Düzdürmü? Burada bu arada işarələr düşməyib, mənim kitabımda düşüb, ona uyğun işarəliyim, indi deyəcəm. Deməli, mənim nəşrimdə, yəni mənim əlimdə olan kitabda işarələr belədir. Amma birinci səhvdir, çünki onu həqiqi götürmək olmaz. Ovçu Qasımın başı deyəndə insanın baş nahiyəsi nəzərdə tutulmur. İkinci nümunəmiz nədir uşaqlar? Gəlin baxaq. Tüfəngi götürmək. İnsanın tüfəngi götürməyi həqiqidir. Qəflətən bir qorxulu səs meşəni götürdü. Bu məcazidir. Fərqli funksiya istəyirsə 2-ni götürürəm. Üçüncü feilimiz hanı? Qasımın sözünü kəsdi. Kəsmək əlbəttə ki, burada söz kəsmək mənasında məcazidir. O ayağına dolaşan kəndiri kəsdi, həqiqidir. 3də düz. Dördüncü ifadəmiz ağaclarda yuva da qurarlar. Heyvanın yuva qurması həqiqidir. Amma görün nə yazıb, məcazi yazıb. Olmaz. 2-3, doğru cavab A. Çərçivə daxilində verilmiş sözlə eyni mənada olan sözü tapmalıyıq. Məzəmmət danlaq deməkdir. Sparta məktəblərində müxtəlif cəza üsullarından istifadə edilir. Cəza ilə danlaq eyni ola bilməz. Danlaq birini danlayırsan, danlaq olur. O həmişə gənclərə tövsiyələrini verərdi. Burada müsbət mənalıdır, məzəmmət sözü mənfi mənalıdır. Mən onun eyhamını, yəni işarəsini başa düşmüşdüm. Burada uyğunlaşan söz yoxdur. Səlim bəy kəndə doğru əsəbi şəkildə at sürürdü. Uşaqlar, danlaq etmək üçün kimisə əsəbləşmək lazımdır. Amma bu ondan öncəki prosesdir. Bunlar başqa-başqa proseslərdir. İşini yaxşı görsən, danlaq, yəni məzəmmət eşitməzsən. Mətnlərin üslubu əsasında cədvəli tamamlayan fikirlər. Əsas mətnimiz bədii üslubdadır. Sözün poetik funksiyasından istifadə olunur. Eyni zamanda obrazlıq, emosionallıq var. Qeyd olunan mətn fikir versəz adi danışıqdır, yəni ki, məişət üslubu. Dialoji nitq əsaslı yaza bilərsiniz, təbiilik, yığcamlıq əsaslı yaza bilərsiniz. Mətnə əsasən cədvəli tamamlayan fikirlər yazın. Deməli, uşaqlar, müddəa və faktın necə yazılmasını mən izah etmişəm. Bununla bağlı videom var. Kim görməyibsə şərhlərdə yazsın, həmin videonu ona yollayaq. Müddəada deyir ki, kənd əhalisi Ovçu Qasımın söhbətlərinə maraqla qulaq asır. Faktımız bu ola bilər ki, birincisi, Ovçu Qasımın söhbətinə müdaxilə edən şəxs digərləri tərəfindən danlanılır. Yəni ki, sən niyə bu kişinin sözünü kəsirsən? Qoy maraqla danışır, danışsın. İkinci də ki, hava şəraiti soyuq olmasına baxmayaraq, yəni orada qış gecəsi təsvir olunur. Yəni qış gecələrində də insanlar söhbəti dinləməyə yığışırlar. Da bundan artıq necə maraq olsun? Əvvəlində işarəsi qoyulmuş sözün həqiqi yaxud məcazi mənada olduğunu yazın. Söhbət qonmaq feilindən gedir. Qonmaq feili burada ördəklərin çəpərə qonması, hasara qonmasından danışır və hər hansı bir quşun qonmağı əlbəttə ki, həqiqi mənadadır. Deyir ki, həmin sözü fərqli mənada cümlə və ifadə tərkibində işlədin. Qonmaq feilini işlədə bilərsiniz məcazi mənada bu cür. Məsələn, deyirsən ki, üzünə təbəssüm qondu, gözlərinə sevinc qondu və s. Bu dəfə isə baxın, kvadratda gör nə deyir. Bunu çox adam səhv yazır, səhv oxuduğu üçün. Əvvəlində işarəsi qoyulmuş cümlədə məcazi mənalı ifadəni müəyyən elə yaz deyir. Burada baxıram, səhər heç kimə bir söz demədən atı minib yola düşdüm. Yola düşmək nədir uşaqlar? Frazeoloji birləşmədir və o cümlədə məcazi olan odur. Yazırsan bura, yola düşmək. Və bizə deyir ki, həmin ifadəni əvəz edə bilən başqa məcazi mənalı ifadə yazın. Məcazi olsun, gedib yollanmaq, getmək yazmaq olmaz.
Mənim ağlıma məsələn yol almaq, bir də üz tutmaq, yəni harasa istiqamətlənib getmək mənasına gələn bu iki frazem gəldi, bunlarla əvəzlədim. Mətndə altından xətt çəkilmiş söz əsasında cədvəli tamamlayan fikirlər. Altından xətt çəkilmiş sözümüz nədir? Gəlin baxaq. Kömür sözüdür. Qasım kənddə isti kömür sobasının kənarında bizimlə söhbət edirdi. Kömür sözünü poetik funksiyada işlətmək üçün çox mənalı yoxdur deyə biz bədii təsvir vasitəsi eləməliyik. Məsələn, kömür kimi qara gözlərini çox bəyənirəm. Kömür kimi qara saçlarını çox bəyənirəm və s. Sözün informativ funksiyada işlənməsi də kömür bilirsiniz də. Sobalarda və s. istifadə olunan bir maddədir. Deyə bilərsən ki, məsələn, kömürün hazırlanması çətin bir prosesdir. Burada da həqiqi mənada işlətdin kömürü. Yanlış fikir müəyyən edin, seçiminizi əsaslandırın. Qasım xalq ədəbiyyatını bilir, bu düzdür. Çünki onun nitqində tez-tez belə ifadələr var. Məsələn, atalarımızın məsəli var. Məsəl nədir? Məsəl və ya atalar sözü uşaqlar şifahi xalq ədəbiyyatının epik növünə aiddir. Siz bunu ədəbiyyatda öyrənirsiniz, hətta nümunə işlədir. Bununla bitmir, hətta burada da var. Sən öz bazarından dəm vurursan ifadəsi də bir, deyək ki, ifadə olaraq istifadə oluna bilər şifahi xalq ədəbiyyatında. Deməli, bu düzdür. Dinləyənlərin hamısı heç də Qasıma inanmırdılar. Bəli, bunu da biz bilirik. Ona görə ki, əvvəla son danışdığı hekayə gülməli idi, yəni inandırıcılıq səviyyəsi 0. Digər tərəfdən də ördək haqqında söhbət alınmır. Çünki bir adam çıxıb deyir ki, biz ördəyin çəpərə qonduğunu anadan olandan görməmişik. Yəni, sən yalan danışırsan. Qasım heç kəsi hekayələrinə inandırmaq fikrində deyil. Bu səhv fikirdir, uşaqlar. Ona görə səhvdir ki, Qasım insanları inandırmaq üçün andaman eləyir və ona inanmayan şəxsi məzəmmət eləyir. Nə deyir? Məsələn, burada hətta bir ifadə də işlətmişdi. Deyir ki, indi bir söz deyəcəm, inanmayacaqsınız, amma vallah bir zərrə yalan yoxdur. Fikir verin, ha. Bu qədər sadə. İndi keçək Himalay dağları mətninə. Himalay dağları təbiətin möcüzəsi. Himalay dağları dünyanın ən yüksək zirvələrini özündə birləşdirən təbiət möcüzəsidir. Bu dağ silsiləsi Asiyanın cənubunda yerləşir. Silsilə 5 ölkənin Hindistan, Nepal, Butan, Çin və Pakistanın sərhədlərindən keçir. Himalay dağları yalnız gözəl mənzərələri ilə deyil, eyni zamanda təbii sərvətləri və ekologiyası ilə də məşhurdur. Dağın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Himalay həm də mədəni və dini baxımdan zəngin ənənələrə malikdir. İnsanlar əsrlər boyu bu dağlara hörmətlə yanaşmış, onları müqəddəs hesab etmiş və həyatlarının ayrılmaz bir hissəsi kimi qəbul etmişlər. Himalay dağları təbiətin gücünü və gözəlliyini təcəssüm etdirən yerdir. Dünyanın ən yüksək zirvəsi olan Everest zirvəsi burada yerləşir. Everest 8848 metr hündürlüyü ilə hər il minlərlə alpinisti özünə cəlb edir. Bu zirvəyə dırmanmaq fiziki güc və psixoloji dözümlülük tələb edir. Himalay dağları geoloji baxımdan da maraqlıdır. Bu dağlar Hindistan plitəsinin Avrasiya plitəsi ilə toqquşması nəticəsində yaranıb və hələ də ildə təxminən 5 mm yüksəlməyə davam edir. Bundan əlavə Himalay dünyanın ən geniş buzlaq sistemlərindən birinə ev sahibliyi edir. Bu buzlaqlar isə təxminən 15.000 kvadrat kilometr sahəni əhatə edir. Himalayın əhəmiyyəti yalnız alpinistlər üçün deyil, həm də dünyanın ekosistemi üçün əvəzsizdir. Bu dağ silsiləsi Cənubi Asiyanın su təchizatının əsas mənbəyidir. Hind, Qanq, Brahmaputra kimi böyük çaylar Himalaydan başlayaraq milyonlarla insanın həyatına təsir edir. Himalay dağları həmçinin biomüxtəlifliyi ilə məşhurdur. Burada nadir bitki və heyvan növləri yaşayır. Qar leoparları, Himalay keçiləri və qırmızı panda kimi heyvanlar bu bölgənin unikal faunasını, yəni heyvanlar aləmini təmsil edir. Bununla yanaşı Himalayda yerli icmaların mədəniyyəti də çox zəngindir. Bu icmalar əsrlər boyu dağların sərt şəraitində yaşamağa uyğunlaşmış və öz mədəniyyətlərini qoruyub saxlamışlar. Onların ənənələri, musiqisi, dini inancları Himalayın ruhunu əks etdirir. Himalay dağları yalnız coğrafi möcüzə deyil, həm də insanların və təbiətin bir araya gəldiyi ərazidir.
Bu dağlar həm ekoloji, həm də mədəni, həm də dini baxımdan əhəmiyyətlidir. Onların qorunması və təbii sərvətlərin düzgün idarə olunması gələcək nəsillərin də bu möcüzədən faydalana bilməsi üçün vacibdir. Himalay dağlarının sirri və gözəl dünyası yalnız ən yüksək zirvəsini fəth edən dağ alpinistləri üçün deyil, həm də təbiəti sevən hər kəs üçün kəşf edilməsini gözləyir. Beləliklə, bu dağlar haqqında daha çox öyrənmək və onların qorunmasına töhfə vermək hər birimizin vəzifəsidir. Mətnə əsasən Himalay dağlarında yaşayan yerli icmaların xüsusiyyətini müəyyən edin. Sərt şəraitə uyğunlaşmış olmaları elə cavab adı yerli icmalar haqqında burada bilgi verilir və deyir ki, mədəniyyəti çox zəngindir. Bu icmalar əsrlər boyu dağların sərt şəraitində yaşamağa uyğunlaşmış və öz mədəniyyətlərini qoruyub saxlamışlar. Onların ənənələri, musiqisi və dini inancları Himalayın ruhunu əks etdirir. Qeyd olunan digər məsələlər isə mətndə əksini tapmadığından götürmürük. Tünd qara hərflərlə yazılmış söz, hansı nümunələrlə əvəz edilsə cümlənin məzmununa xələl gəlməz. Burada qeyd olunan sözümüz təcəssüm sözüdür. Himalay dağları təbiətin gücünü və gözəlliyini təcəssüm etdirən, yəni əks etdirən yerdir. Elə əks sözü var, əks etdirən, təzahür etdirən, zid, mənfidir, təbliğ və ruhlandırır ifadəsinin bura aidiyyatı yoxdur. 2 və 4-ü yerinə qoyduqda nə qədər düz olduğunu görürük. Hansı cümlə mətnin giriş hissəsinə artırıla bilməz? Mətnin giriş hissəsində Himalay barədə ümumi məlumat verir, dərin bilgilərə keçmir. Himalay dağları dünyanın ən yüksək zirvələrini özündə birləşdirən təbiət möcüzəsidir. Bu dağ silsiləsi Asiyanın cənubunda yerləşir. Silsilə 5 ölkənin Hindistan, Nepal, Bhutan, Çin və Pakistanın sərhədlərindən keçir. Bu günə qədər Himalay haqqında çoxsaylı filmlər çəkilmiş, əsərlər yazılmış, saysız-hesabsız tədqiqatlar aparılmışdır. Deməli, bu da doğru fikirdir, ora yazıla bilər, çünki Himalay haqqında ümumi bir bilgidir, bizə xatırladır. Hər bir ölkə əhalisi bu dağın ona aid olan hissəsi ilə qürur hissi keçirir. Bəli, söhbət nədən gedir? Burada adı sadalanan 5 ölkədən Hindistan, Nepal, Bhutan, Çin və Pakistan, yəni göründüyü kimi hər bir ölkə vətəndaşı əlbəttə sevinə bilər. Daha sonra Himalay dağı Çin ərazisində yerləşir. Onu sadəcə Çinə aid etmək olmaz, çünki orada 5 ölkənin ərazisindən keçdiyi qeyd olunur. Hər hansı bir ölkəyə aid olub olmaması ilə bağlı bir bilgi yoxdur. Gələnlər bu möhtəşəmliyin sehrinə düşürlər. Bəli, Himalaya gələnlərə nəzərdə tutur. Dünyada çox az adam tapılar ki, bu adı eşitməsin. Bu da düzdür, məşhur bir, deyək ki, dağ zirvəsi sayılan Everest də hətta bu silsiləyə daxildir. Mətnə əsasən uyğunluğu müəyyən edin. Hindistan plitəsi ilə Avrasiya plitəsinin hərəkətliliyi hələ də davam edir. Bu düzdür və mətndə bu barədə bilgi var. Burada deyir ki, bu hissədə hələ də ildə təxminən 5 mm yüksəlməyə davam edir. Yəni, bu bilgi mətndə var. Silsilədə sərt iqlimə görə bitki örtüyü yoxdur, səhvdir burada. Burada deyir, burada nadir bitki və heyvan növləri yaşayır. Yəni, bitki yoxdur deyirsənsə, artıq bu yanlışdır. Dağlardakı buzlaqlar Himalayın əsas su ehtiyatını təşkil edir. Bu biraz ehtimaldır, səbəbini deyim uşaqlar. Çünki burada buzlaqlardan danışır, burada da su təchizatından danışır. Amma həmin o buzlaqların gəlib suya çevrilməsi prosesi barədə dəqiq bir bilgi vermədiyindən biz məcburuq ki, indi onu nə götürək ehtimal. Himalayada yaşayan əhali öz mədəni dəyərlərini qoruyub saxlayıb. Bəli, deyir ki, burada yaşamağa uyğunlaşmış və öz mədəniyyətlərini qoruyub saxlamışlar. Deməli, C variantı, üzr istəyirəm, D variantı düzdür. Dağlarda resursların azlığı buradakı insanların yaşayışını çətinləşdirir. Burada sərt şərait var, o təbii ki, yaşayışı çətinləşdirə bilər. Amma resurs azlığı barədə dəqiq bir bilgi yoxdur, hətta yanlışdır deyə bilərik. Çünki burada su təchizatının əsas mənbəyidir. Su resursu var, düzdürmü? Eyni zamanda burada müxtəlif fikirlər var. Gəlin baxaq. Təbii sərvətləri ekologiyası ilə məşhurdur. Yəni, bunları demək kifayət edir ki, biz orada resurs azlığından danışmayaq. A, D, C, B, E. Yəni, C variantı. Bu arada uşaqlar, bu mətnin 2 dənə 23 nömrəli sualı var. Ümumilikdə qapalı sayı 6-dır. Yəni, bu biraz
Qəribə gələ bilər, indi diqqətsizlik olub da, olsun. İşarələnmiş sözlərimiz təchizat, su təchizatından danışır. Birinci ifadəmizdə plitədir. Plitə bilirsiniz ki, termindir. Bu barədə daha öncə Telegramda paylaşım da etmişdik biz. Plitə və təchizat. Termin olan plitədir, coğrafi termin. Ehtiyacları təmin etmək üçün lazım olan resurslar, əlbəttə təchizat, yer kürəsinin torpaq qatını təşkil edən parça, plitə, vəsaitlərin israf edilməməsi anlamındadır. Bunun heç bir dəxli yoxdur. Başqa kontekstdə hərbi xidmətdən buraxılma, bu tərxis ola bilər. Çox adam təxris yazır, bu səhvdir. Bunun düzgün yazışı belədir. O da ki, mətndə qeyd olunmayıb axı. 1-ə AC, 2-yə B. Mətnə əsasən doğru fikirləri müəyyən edin. Himalay dağlarının ekoloji resursları zəngindir. Bayaq bir cümlə oxuduq bununla bağlı. Everest zirvəsi hələ də alpinistlər tərəfindən fəth olunmayıb. Bu səhvdir. Burada deyir ki, Himalay dağlarının sirli və gözəl dünyası yalnız ən yüksək zirvəsini, yəni Everesti deyir, fəth edən dağ alpinistləri üçün deyil, həm də təbiəti sevən hər kəs üçün kəşf edilməsi gözlənilir. Deməli, burada fəth olunmayıb deyirsə səhvdir. 2-ni sil, 1 olmayanları da sil. Dünyanın ən yüksək zirvəsinin hündürlüyü hər il artır. Bəli, 5 mm artdığı qeyd olunub. Milyonlarla insan buzlaqlar səbəbindən susuzluqdan əziyyət çəkir. Belə bir mətndə bilgi yoxdur. Buzlaqlar var, amma onu biz əziyyət olaraq görmürük. Himalay dağlarında yaşayan əhalinin musiqi mədəniyyəti də var. Bu da düzdür. Doğru cavab 1-3-5. Musiqi mədəniyyəti barədə burada bilgi verilib. Gəlin baxaq. Onların ənənələri, musiqisi və dini inancları Himalayın ruhunu əks etdirir, deyir. Daha sonra açıqlara keçək. Mətndə çərçivəyə alınmış söz əsasında sxemi tamamlayın. Dağın əhəmiyyəti yalnız coğrafi mövqeyi ilə bağlı deyil. Qeyd olunan söz publistik mətndə işləndiyinə görə informativdir. Siz onu terminoloji işlədə bilərsiniz, dağı bir coğrafi obyekt kimi təsvir edə bilərsiniz, o cür. Fikir versəniz, yerin hündür, dik yamaclı və zirvəli hissəsi dağdır desəz, bu olur elmi cümlədə. Bir də dağ sözü amonimliyi var, ona baxmırıq. Məcazi mənada çoxluq, böyüklük, ucalıq kimi. Məsələn, kitablar dağ kimi yığılmışdı deyəndə siz onu artıq poetik işlətmiş olursunuz, bədii təsvir vasitəsi sayəsində. Belə. Həm termin, həm də poetik funksiyasını dedik. Altından xətt çəkilmiş söz əsasında cədvəli tamamlayan nümunə, həmin abzasda qarşılığı və mətndə işlənməyən digər qarşılıqlar. Qeyd olunmuş sözümüz unikal sözüdür. PDF-də düşməyib, kitabda unikaldır. Hər bölgənin unikal, yəni nadir. Nadir sözü onun burada qeyd olunan qarşılığı kimi verilə bilər. Eyni zamanda bunun müstəsna, daha sonra yeganə, misilsiz, bənzərsiz kimi qarşılıqları da var mətndən kənar. Bənzərsiz. Venn diaqramı əsasında üslubu xüsusiyyətlər baxımından müqayisə aparın deyir. Əsas mətnimiz, əsas mətnimiz publistik üslubdadır. Bu da şeir olduğundan bədidir. Publistik üsluba sözün informativ funksiyası əsaslı, aydınlıq, anlaşılıq, təsirlilik var. Bədii üsluba sözün poetik funksiyası əsaslı, obrazlıq, emosionallıq var. Hər ikisi üçün ədəbi dilin normalarına tabe olmalıdır, bu cür. 2. Funksional üslub nümunəsidir. Sxemi tamamlayan qeydlər aparın. Alpinistlərin üzləşdiyi məsələlərdən biri də Himalayda tez-tez güclü küləklərin olmasıdır. Everestin ən uca zirvəsi yuxarı troposferə doğru uzanır və stratosferə nüfuz edir. Buna görə də alpinistlər burada dondurucu küləklərə məruz qala bilirlər. 2004-cü ilin fevral ayında zirvədə küləyin sürəti saatda 280 km kimi qeydə alınıb. Everestdə küləklərin orta sürəti saatda 160 km-dir. Alpinistlər adətən yazda və ya payızda, Asiya muson mövsümü başlayanda və ya bitdikdə, küləklərin daha zəif olduğu vaxtlarda 7-10 günlük bir müddətdə buraya dırmanmağı seçir.
Deyir, çərçivədə verilmiş fakt tünd qara hərflərlə verilmiş hökmü təsdiqmi edir, təkzibmi edir? Tünd qara hərflərlə verilmiş hökm nədir? Bu zirvəyə dırmanmaq fiziki güc və psixoloji dözümlülük tələb edir. Və burada da nə üçün çətin olduğunu izah edir. Deməli, təsdiq edir. Deyə bilərsiniz ki, qeyd olunan faktlar, yəni küləyin şiddətli olması, hava şəraitinin çətin olması zirvəyə çıxmağın nə qədər çətin olduğunu sübut edir. Bu zirvəyə çıxmaq üçün alpinistə həm fiziki güc, həm də psixoloji sağlamlıq lazımdır. Çərçivədə verilmiş tarixi faktla mətnin neçənci abzasını genişləndirmək, zənginləşdirmək olar. Yaklardan, yak uşaqlar heyvan adıdır. Araşdırma etdikdə qarşımıza belə bir heyvan çıxır, müşahidə edə bilərsiniz. Baxın, budur. Söhbət bu heyvandan gedir. Buna bəzən Tibet camışı da deyirlər. Yaklardan Himalaya dırmanarkən mexaniki çarxların daşınması üçün istifadə olunur. Qalın xəzləri və iri ciyərləri olan bu heyvanlar 100 kiloqrama qədər çata bilirlər. Yaklar Himalay dağlarında yaşayan əhalinin təsərrüfatını təşkil edir. Bir heyvan haqqında bilgini heyvanlardan danışan 6-cı abzasa qoymaq olar. Çünki 6-cı abzasda buranın faunasından, yəni heyvanlar aləmindən danışır. Hətta orada qar leoparları, Himalay keçiləri, qırmızı panda kimi heyvanların adı qeyd olunur. Deməli, siz deyə bilərsiniz, 6-cı abzas, 6 idi da, yox, birdən səhv bilərəm. Aha, 6-cı abzas və əsaslandırma da bu olar ki, heyvanlardan birinin adı qeyd olunan mətnini faunadan bəhs edən abzasa qoymaq daha düzgündür.